Ağlıma da gəlməzdi ki, I am hungry resepti ilə ən dadlı içlikli piraşka eləyəcəm. Özdə yağ çəkməyən xəmirlə, hələ sousu demirəm. Dəqiq tam resepti videonun mətnində yazmışam. Süd və xamayla mayalı xəmir yoğururam. Xəmiri yoğurub bir gecə soyuducuda saxlayıram. 3 içliklə elədim. Kartoflu, kələmli, göbələkli və ən dadlı 3-cü içlik. Bişmiş noxudu blenderləyib, bonjiyelin çili soslu lobyalarını əlavə eləyirəm. Bu sosun teksturasını o qədər bəyənirəm ki, içlikdə çox dadlı elədi. Lobya həm də zülal mənbəyi olduğu üçün reseptlərimdə tez-tez yer verirəm. Hər bir içliyə əlavə qovrulmuş soğan da qatıram. Əslində üçü də dadlı idi. Acımış xəmiri kündələrə bölürəm. Belə cazibəli xəmirlə işləmək özü bir terapiyadır. İçlikləri qoyub yaxşıca bağlayıram. Bükdüyüm tərəfi alt tərəfə çevirib masaya düzüb 5 dəqiqə gözlədirəm. Səbirli olub kündələri gözlədəndə piraşki daha da qabarıq qızarır. Dağ olmuş yağda hər tərəfi qızardıram. İndi deyəcəksiniz, bəs soğus hanı? Soyulmuş pomidor, tomat pastası, şəkər tozu, acı paprika, duz istiot, bitki yağı, piri sosu və qaynar su. Və salam soğus hazırdır. Qızaran kimi kağız dəsmalın üzərinə yığıram. Piraşki bişəndə bizim evdə bayram olur. Özü də fəslə baxmırlar, yaydı, qışdı. Bəs sizcə piraşkinin fəsli var? Sizin evdə hansı yemək bayram gətirir?